Seyid Sadıq Ağa masalının ruhani fəxri. Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuş Seyid Sadıq Ağa həm öz bölgəsində, həm də Azərbaycanda tanınmış ruhanilərdən biri olmuşdur. O, Seyid nəslindən olmaqla uşaqlıqdan xeyirxahlıq, mərhəmət və insanların problemlərinə həssaslıqla yanaşmaq xüsusiyyətləri ilə seçilmişdir. Seyid Sadıq Ağa cəmiyyət arasında həm dini, həm də mənəvi nüfuz sahibi idi. Onun sözü və davranışı insanlar üçün həmişə nümunə olmuş, kasıblara yardım etmək, ehtiyacı olanlara dəstək vermək onun əsas xüsusiyyətləri arasında sayılmışdır. Hətta xalq arasında onun möcüzəvi hadisələrinə dair rəvayətlər dolaşır. İnsanların ona olan hörmətini göstərir. Ömrünün son illərini insanların mənəvi ehtiyaclarını qarşılamağa həsr edən Seyid Sadıq Ağa 2000-ci ildə vəfat etmişdir. Onun məzarı Masallı rayonunda ziyarətgah məhəlləsinə çevrilmiş və insanlar buraya hörmət və ehtiramla baş çəkirlər. Seyid Sadıq Ağa haqqında danışılan hər bir söz, onun mərhəməti və xeyirxah əməlləri gələcək nəsillərə örnək olaraq qalır. Biz Masallı rayonunun bu dəyərli və ruhani şəxsiyyətini hörmət və ehtiramla yad edirik. Allah rəhmət eləsin.